Anar müəllim hara və kiminlə getdi? Anar müəllim Sabir Məlikovanın yanına getdi. Bunu artıq eşitmişəm. Kətçinin biri kətçi. Əgər burada qalıb işləmək istəyirsənsə, mənə Anarın yerini deməlisən. Anar hardadır? Mən sənin yanında olanda hər şeyi unuduram. Elə bir göyün 7-ci qatındayam. Ən sevimli salatım və ən sevimli erkeğimlə baş-başa qalmışam. Prosta fantastika. Amma tam xoşbəxt deyiləm. Bunun üçün mənə desert sifariş elədə. Yaxşı, sifariş eləyərəm, amma bir şərtlə. Yeməyini yeyəndən sonra ikimiz də dost kimi vidalaşaq. Sonra da yollarımız ayrılar. Axırıncı dəfə səndən soruşuram. Anar hara və kiminlə getdi? Anar müəllim təcili olaraq Kalara getdi. Sabir Məlikovanın yanına. Tutaq ki, sən deyən kimidir. O qızla gedib. Bax bunu bilmirəm. Yaxşı. Bircə sən çatmadın. Yenə odur. Hə, odur. Nə dayanmırsan, cavab ver də. Qoyan çəksin. Yox. Cavab versəm soruşacaq ki, haradasan. Əşi, bir şey uydur da. Yoxsa bu sahədə müəllimə ehtiyacım var. Gülürsən, hə? Gülməli deyil, ağlamalıdır. Çox zəhlə dökən və tərs qızdır. Neysə, özün bilərsən. Amma sənə bir söz deyim, anacığım. Beləsiylə evlənsən, tez qocalarsan. Nə danışırsan? Bəli, mən nə dediyimi çox yaxşı bilirəm. Mənim həyat təcrübəm çox zəngindir. Hər ikimizə çatar. Götürmür. Axı niyə mənə cavab vermir? Yəqin ona görə ki, apardığı danışıqlar onun üçün çox vacibdir. Nə dedin sən? Bir də təkrar elə. İndi göstərərəm sənə vacib danışıqları. Anardır? Alo? Bəli, İlqar müəllim. Sabirə xəbər eləmişəm. Hə, Anara zəng elə, qoy onun da xəbəri olsun. Deməli, bizim versiyamıza görə Anar artıq 2 saatdır Sabir Məlikovun yanındadır. Yaxşı, İlqar müəllim. Anar müəllim gələn kimi mən ona xəbər verərəm. Dayan. Nədir, Ayka yanındadır? Hə? Bəli, İlqar müəllim. Aydındır, başa düşdüm. Mən özüm Anara zəng eləyib xəbər edərəm. Oldu İlqar müəllim. Hazırlayaram. Burada nəsə bir iş var. Və mən bu işi çözəcəm. Təcili olaraq Kalırın nömrəsini tap. Gülə. Mən gələnə kimi gözün onda olsun. Как скажешь? Mən qaydanda elə mənim yanımda Kalırı yığıb Anarı çağıracaqsan.
götür de bu telefonu da. Ziblə cavab ver də. İlqar salam. Salam Ayka. Mənə 1-2 dəqiqə vaxt ayıra bilərsən? Əlbəttə. Buyur, eşidirəm səni. Zəhmət olmasa öz telefondan Anarı yığ. Orada da baş verir axı. Harda? Sən yaxşısı budur, desertvi ye. Mən təcili ofisə gedməliyəm. Cavab vermir. Başa sal görəm nə olub axı? Qoy hələ bir özümü aydınlaşdırım. Sonra sənə də danışaram. Neysə. Sağ ol ki, xaşımı yerinə yetirdin. Buyur, həmişə qulluğunda hazıram. Sağ ol. Bəli? Fatimə, Anar müəllimdir. Bəli, ata. Nə ata salmısan? Mən səni lap yaxşı eşidirəm atacan. Başınıza va gəlib. İlqar indi mənə SMS yazıb. Deyir, Fatiməyə təcili zəng elə. Nə olub? Atacan, bilmirəm axı. Düzü Anar müəllim indi yoxdur. O vacib danışıqlardadır. Və nə vaxt qayıdacağını bilmirəm. Hə, başa düşdüm. Ayka yanındadır. Ata, Anar müəllim 2 saatdan çoxdur ki, Kolor şirkətinə gedib. Başa düşmədim. Ayka məyəm Kolora gedib. Ata, mənə elə gəlir ki, o zəng eləyəcək. Bəli, əlbəttə zəng eləyəcək. Aykora zəng vurmağa hazırlaşır. Bəli, zəng eləyəcək. Deməli, mən indi ora getməliyəm, hə? Əlbəttə ata, getməlisən, mütləq getməlisən. Gedirəm. 20 dəqiqədən sonra orada olacağım. Çox sağ ol, qızım. Ata, çubuşu mənim əvəzimə öpərsən, yaxşı? Çubuş bizim itimizdir. Şəhərə gələndə onu qonşumuza vermişdik. Lap yaxşı. Hə, nə oldu? Kolorun nömrəsini tapdın? İndi taparım. Bəlkə onun orqanayzerına baxasan. Orada Səbir Məlikovun nömrəsini tap. Aynur xanım, xahiş edirəm, məni tələsdirməyin. Mən indi bu dəqiqə tapacağım. Ay kız, ne kadar işelenme yolar. Biraz tez ol. Aynur xanım, tapdım. Bir dəqiqə. Buyurun, buyurun.
salam. İnandığım Musayev Holding'dən narahat edirlər sizi. Danışan Anar Musayevin katibəsidir. Xanım qız, Anar Musayev üçün vacib informasiya çatdırmalıyam. Məndə olan məlumata görə o bu dəqiqə sizin şefin yanındadır. Zəhmət olmasa məni Sabir Məlikova calaşdırardınız. Buyurun, eşidirəm. Alo. Salam Sabir müəllim. Zəhmət olmasa Anarı telefona çağırardınız. Əlbəttə, bu dəqiqə. Alo. Hayka. Mənim burada vacib işlərim var. Sən məni pis vəziyyətdə qoyursan. Əlbəttə, sənin bütün işlərin məndən daha vacibdir. Yaxşısı budur, mənə cavab ver görüm. Zuzunun burada nə işi var idi? Və siz bir yerdə hara getdiniz? Mən çox məşğulam. Gələrəm danışarıq. Zəhrimar, elə bildim çatmayacağım. Eşidən biləm, mənə qarşı bir oyun qurmuşsunuz. Və sənin burada bir əlin var. Həmin dəqiqə səni qovacam buradan. Eşitdin? Bu kimdir belə? Elə bil marafon qaçışından çıxmısan. Heç kim. Nişanlım. Fikirləşdim ki, evlənsəm yaxşı olar. Amma görürəm, mənim başıma elə çox oynatacaq. Bəs eşitməmisən ki, subaylıq sultanlıqdır? Yoxsa atalar sözləri dərsli keçəndə məktəbə getməmişdin? Qardaşım, bu hələ gülüdür. Evləndən sonra isə gülabını çəkəcəksən. Ağıllı dost həmişə xatırlar. Axmaq isə ancaq işi düşəndə. Hər vaxtınız xeyir. Aqibətiniz xeyir. Mən hazıram Valih müəllim. Sizə dediyim sənədlərin hamısını gətirmişim. Buyurub baxa bilərsiniz. Əla. Mən elə gəlir ki, sənədləri ilişmək biraz çətin olacaq. Düz tapdım. Əlbəttə Valih müəllim. Hamısı tərtəmizdir. Yəni ilişə biləcəyimiz bir məqam yoxdur. Bütün bank sənədləri və hesabatları mənim əlimdədir. Ona görə də heç bir problem yoxdur. Kağızlar tərtəmizdir. Əla. Gözəl. Dünyanın belə ayrı vaxtını qəddini düz tutub gəzən insanları qiymətləndirmək lazımdır. Təşəkkür edirəm. Anarın yerinə olsaydım vəzifənizi qaldırardım. Siz buna layiqsiniz. Valih müəllim, bilirsiniz, bu ayrı bir söhbətin mövzusudur. İndi burada biz sizlə söhbət hansı hesabatdan gelir? Bizə, yəni şəriklərə göndərilən hesabatlar. Cümə günü holdingdə iclas olacaq və həmin iclasda bizə hesabatlar təqdim olunacaq. Bəli, əlbəttə. Şəxsən mən özüm həmin hesabatlarla məşğulum. Elə şəxsən sən özün də həmin hesabatlardakı bəzi bank sənədlərində rəqəmləri dəyişməlisən. Valih müəllim, axı mən bunu eləsəm, hamı aradakı fərqi görər.
Fərq nəzərə çarpmayacaq dərəcədə olmalıdır, amma sistematik təsir bağışlamalıdır. Ha, başa düşdüm, anladım. Əla. Lətifəsi bizdən uzaq. Şaxmaq adam bir məqsəd uğrunda birləşəndə çox şeylər əldə edə bilər. Özü də indi bütün hesabatlar Nadir Musayevin qılıncı altından keçmir. Elədir ki var. Nadir Musayev yavaş-yavaş işdən uzaqlaşacaq və mənim ailəmin bütün sərvəti axmağanların əlinə keçəcək. Mən isə buna yol verə bilmərəm. Bilirsiniz Valih müəllim, mən kiçik bir rəqəmə görə kompüterin məlumat bazasında böyük bir cərrahlıq eləməliyəm. Sizə narahat olmayın. Gördüyünüz işə görə ödəniləcək məbləğ kifayət qədərdir. Amma bir şey nəzərinizə çatdırım. İşiniz perspektivlidir. Yəni mən sizə söz verirəm ki, məqsədimizə çatan kimi holdingdə istədiyiniz kresloda əyləşə biləcəksiniz. Sevacan, gör sən Bürcün haqqında nə yazılır. Baxın. Pulla bağlı problemi öz gücünüzə həll edəcəksiniz. Həmişəki kimi. Oxatan təkcə həyatının deyil, həm də düşüncələrinin və gələcəyinin sahibi olmağı bacarmalıdır. Bu necə olur? Oxu, Axracan oxu. Məsləhət görürük ki, hisslərinizi cilovlayasınız. Həftə sonu sizi nəhayət ki, çoxdan gözlədiyimiz görüş gözləyir. Oy. Və bu görüş sizə çoxlu unudulmaz anlar yaşadacaq. Əyləş. Hə, nə oldu? Fotosesiya bitdi? Aynur xanım, bugünə fotosesiya yox idi. Aydındır. Zuzu kimin yanına gəlmişdi? Zuzu Anar müəllimin yanına gəlmişdi. Nə istirdi? Sözünüzü heç mən də düzləmərli başa düşmədim. Çünki heç qəbula da yazılmamışdı. Ona görə onu Fatimənin yanına yolladım. Nə? Fatimənin? Bəli. Yaxşı, çox sağ ol. Buyurun. Alo, yerindəsən? Eybəcər də yanındadır. Həmişə kimi yerində mutlanıb qalıb. Yaxşı, düz 2 dəqiqədən sonra oradayım. Bak. Təsəvvür edirsən? Bu adama oxşamaz, Anarın bütün işlərini ört bastır eləyir. Hə, kəndçi ki, kəndçi. Bilirsən, ən dəhşətlisi nədir? Bunu heç vaxt özümə bağışlaya bilməyəcəm Gülə. Nəyi? O eybəcər məni barmağına doladı. Sonra da arxamca baxıb güldü. Ayka, bilirsən ağlıma nə gəlib? Nə? Anar onu heç vaxt işdən qovmayacaq. Amma məni onun gözü götürmür. O tez bir zamanda məndən canını qutaracaq. Elə demə. Başa düşmürəm, sən niyə onu dözməlisən axı? O tezliklə gəlib hamımızın başında oturacaq. Yox, əzizim. Mən buna yol verə bilmərəm. Onda Anara deyə onu qovsun. Xeyr. Onu mən özüm qovacam. Bax, elə bu dəqiqə. O aranqutanı küçəyə atacam. Anar Musayevin qəbul otağı. Eşidirəm sizi. İndi gəlirəm.
Yaxşı ki qayıtdın. Məni Vaqif müəllim çağırır, onun yanına gedirəm. İndi qayıdıram. Ay qayıtdın ha, iyi becər. Vaqif müəllim, məni çağırmışdınız. Bəli, kesin əyləşin. Bu sizə çatacaq. Bu nədir ki belə? Bu qədər əcnəbi dil bilən xanım ana dilində yazılmış 2 cümləni oxuya bilmir. Bu, sizin işdən azad olunmanız barədə sənəddir. Siz işdən çıxarılırsınız. Bu anlaşılmazlıqdır. Olar mən Anar müəllimi gözləyim? Buna nə ehtiyac var? Hər şey həll olunub. Bizim şirkətdə hamının sözü yeşdildir. Anar müəllim sizə yeni heç nə deməyəcək. Fatya. Fatya can, ne olub sənə? Zəhmət olmasa bizi tək qoyun. Vaqif müəllim soruşsa, deyirəm mənim xahişimlə çıxmısınız. Narahat olmayın. Oldu xanım qız. Problem yoxdur. Fatimə, çox təəssüf. Amma öz günahındır. Biz burada bir komandayıq və bütün qərarları da birgə veririk. Sən isə köhnə kəndə yeni qaydalar gətirmək istəyirsən. Başa düşürsən də nə demək istəyirəm? O nə qaydalardır elə? Hər şey çox sadədir əzizim. Əgər bir yerdə uzun müddət qalıb işləmək istəyirsənsə, təhsil və dil bilikləri vacib deyil. Vacib olan insanlarla dil tapmaqdır. Bax, əgər sən ilk gündən mənlə dostlaşsaydın, Anar da sənin maaşını çoxdan qaldırardı. O mənim sözümlə heç vaxt çıxmır. İndi görsən, harada səhv eləmişsən. Çox sağ olun. Amma maaşım məni qane eləyir. Sənin artıq nə maaşın var, nə də iş yerin. Yaxşı. Qoy olmasın. Amma mənim vicdanım var. Özdə o təmizdir. İndi sən bu vicdanın kimin qarşısında təmizdir? Bəlkə bu eyhamınla Anarı nəzərdə tutursan, hə? Öz qarşımda. Əlbəttə ki, Anar müəllimi də ora daxil edirəm. Əgər düşünürsənsə, sənin hərəkətlər və Anar qiymət verəcək. Səhv eləyirsən. Ay qızlar. Bilirsiniz Fatimə üçün necə ürəyim ağrıdı. Yazıq qız işsiz qaldı. Heç mən də inanmıram ki, o gözəlliyi ilə, belə tezliklə özünü iş tapsın. Qızlar, indi sizə bir söz deyəcəm. Bəlkə vicdanım rahatlaşa. Əslində mən səbəb oldum. Fatiməni pis vəziyyətdə qoydum.
Mən günahkaram onun işdən çıxarılmasında. Sən onun günahkarı. Axı qızlar, mən neyləyə bilərdim? Hardan bilərdim ki, belə bir şeyə görə adamı işdən çıxardarlar? Həm də ki, onsuz da Ayka bugün sabah Narın arvadı olacaqdı. Qızlar, indi neyləyəcəm mən? Mən də bax onu deyirəm. Təbiətin qanunudur. Güclülər gücsüzlərə hər zaman qalib gəlir. Ona görə də hər kəs gərək öz qayğısını öz qalsın. Düzdür. Bir mən saxlayayım. Ay qız, özünü üzrə. Bax, bütün qızlara tapşırmışam. Şirkətlərdə, ofislərdə vakant yer olan kimi bizə deyəcəklər. Biz özümüz də kömək eləyəcəyik. Vallahi hər şey yaxşı olacaq. Sən işsiz qalmayacaqsan. Narahat olma, yaxşı olar. Buyur. Özünü üzmə. Bilirsən, arvad, maşın kişinin atıdır. At da gərək sağlam və gümrah olsundan ha. Gərək onun tərkinə binəndə özü Koroğlu, nə biçim hiss eləyəsən qadam. Ay kişi səbirli ol da. Yazlıq qız işə təzə düzəlif. Qoy heç olmasa bir-iki ay keçsin də ha. Bilirsən, arvad, həyatda kişiyə iki şey lazımdır. Bir sevimli maşını, bir də sevimli xanımı. Ay Allah ətini tüysün. Ay kişi. Fikirləşirəm, görən yazıq qızımız bu boyda bahalı maşının pulunu nətər verəcək? Əvvəla bu kreditdir. Hər ay maaşından 5-3 manat verəcək və salam. İndi hamı belə eləyirdən ha. Sən belə şeylərə fikir vermə. Qızımızın işlədiyi şirkət Azərbaycanda işçilərə ən yüksək məvacib verən şirkətlərdən biridir. Nadir Musayev. Kişi əməlli başda avtoritetdir. Nə bilim ay kişi. Atabala özünüz bilərsiniz. Lap əla vaxtında gəlmişsən qızım. Bu saat elə ananla maşınlar barədə danışırdıq. Sən düz deyirdin. Mən bugün avtosalona getmişdim. Orada istənilən maşını kreditlə almaq olarmış. Mən yox. Bax, atan səhərdən dil boğaza qoymur. Deyir ki, gedək maşını seçək. Mən də deyirəm ki, maşın məsələsi mənlik deyil. Madam ki, maşını özü sürəcək, demək özü seçməlidir. Sürməyinə mən sürəcəm, bəs onda kim gezəcək, hə, bir kəfənə? Yaxşı. Sabah birgə gedib seçərik, hə? Kızım, əhvalın xoşuma gəlmir. Nə? Nəsə olub mu qodan olub? Yox, hər şey qaydasındadır. Lap yadımdan çıxıb, gedim əllərimi yuyum gəlim. Get, yu, gəl. Ana, mənə yeməyə bir şey ver də. Həmişə mətbəxə keçməzdən əvvəl əllərini yuyardı. Onda elə bir dəfəlik əynini də dəyiş, qadam. Niyə mənim katibələrimdən heç biri yerində yoxdur? Anar müəllim Gülə tələsirdi, ona görə hazırlaşıb getdi. Gülə heç, mən Fatiməni deyirəm. Bilirsiniz, bilmirəm necə deyim, amma Fatimə artıq burada işləmir. Onu işdən çıxardıblar. Necə yəni işdən çıxardıblar? Zəhrimara qalsın, burada nə baş verir axı?
Sənə adam kimi sual verirəm. Fatiməni işdən kim çıxardıb? Sözün düzü bu... Hə? Bu Aynur xanımın işidir. Yəni o özü... Aynur. Hər şey aydındır. Alo. Nəhayət. Görüşlərin, danışıqların bitdi. Ayka, zəhmət olmasa məni başa sal görün, mən burada olmayanda nə baş verib? Eşitdim, başın yaman qarışıqdır. Elə ona görə də səni narahat eləmədim. O sən eybəcər katibəni də özüm işdən qovdum. Necə yəni qovdum? Sən bir görəydin o mənlə necə həyatsız danışırdı. Mənim yerimdə sən də olsan əminəm ki, belə eləyərdin. Ayka, sən nə elədiyimi başa düşürsən? O mənim katibəmdir. Onu işdən ancaq mən qova bilərəm. Onda mən sənin üçün kiməm? Hə? Yox, gözlə, mən özüm deyəcəm sənə. Dayan. Mən sənin gələcək həyat yoldaşınam. Və onu işdən qovmağa tam haqqım var. Mən bu şirkətin vitse-prezidentiyəm. Sənin bu hərəkətindən sonra hamı məni zəif xasiyyət kimi qəbul edəcək. Üstəlik arvada qız deyəcəklər. Heç kim mənə hörmət eləməyəcək. Bir də yanında saxla. Mən bu şirkətdə təkcə atama görə yox, həm də öz bilik və bacarıqlarıma görə oturmuşam. Estağfurullah. Boş mənə gözümü deşmişdin ki. Ay kişi, bunları itiləmək lazımdır. Hər şey belədir. Bunu itiləməyə nə var? Ana. Ata. İndi size bir söz diyeceğim. Ama söz verin ki bunu sakit karşılayacaksınız.